Azərbaycan Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən Baku Open 2025 Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib. Bakı Kristal Zalın sərgi mərkəzində keçilən mərasimdə iştirak etmək üçün Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiyadasının qalibi Qiu Chen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın Bakıya gəlib. Yarışın açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, Gənclər və İdman naziri Fərid Qaybov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç çıxış ediblər. Xatırladaq ki, festivalın ümumi mükafat fondu 55.000 ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir. Festival həmçinin CS Tower Azərbaycan layihəsinin tərkibinə də daxildir. Aprelin 27-sindən start götürən festival mayın 7-sinədək davam edəcək. Ziya Hikmətoğlu, Müqabil Bəbirxanov, Səs TV.